Azərbaycan Xalq Cümhuriyyəti bizə multikultural ənənələri də ötürdü. Bu çox vacib bir məsələdir. Siz təsəvvür edin ki, 108 il ötür və bu multikultural ənənələr bizdə o tarixi köklərə malik olduğu üçün yaşayır, hələ də yaşayır. Və bu onu o dövrdə, Cümhuriyyət dövründə xüsusilə parlamentdə və Nazirlər Kabinetində özünü büruzə verirdi. Məsəl üçün, biz qeyd edə bilərik ki, o dövrdə Cümhuriyyətin 3-cü hökumət kabinəsində Slavyan Rus cəmiyyətini təmsil edən Protasov var idi. O, məsəl üçün, Maliyyə naziri təyin olunmuşdu. Daha sonra Cümhuriyyətin Xalq Səhiyyə naziri Yevsegendisin adını çəkə bilərik ki, o həm də uşaq həkimi idi. Yevsegendis Azərbaycanda uşaq xəstəliklərinin qarşısının alınmasında onun xüsusi xidmətləri olmuşdur. Deməli, uşaqlar üçün xəstəxananın açılışında və orada onların müalicə alması və sair məsələlərdə bu insanın da biz xidmətlərini qeyd edə bilərik. Daha sonra eyni cəmiyyəti təmsil edən Ərzaq naziri vardı, Konstantin Lizgar. Onu da qeyd edə bilərik. Və yaxud da 4-cü kabinənin sosial təminat naziri Viktor Klinevskinin adını çəkə bilərik. Yəni, mən bu adları çəkməkdə, sadalamaqda bir məsələni qeyd etmək istəyirəm ki, bu insanlar Azərbaycan Cümhuriyyəti hökumətində kifayət qədər yüksək postlar tuturdular. Yəni, Azərbaycan hökuməti onlara maksimum dərəcədə şərait yaratmışdı ki, onlar öz mədəniyyətlərini, öz dillərini qorusunlar, inkişaf etdirsinlər və dövlət qurumlarında da onlar təmsil olunurdular. Bax, bu multikultural cəmiyyətin kökləri, tarixdən gələn köklərinə Cümhuriyyətimiz sahib çıxdı və ona da daha sonra 1991-ci ilin 18 oktyabrında müstəqilliyini elan edən Azərbaycan Respublikası sahib çıxdı. Bax, bu ənənələr Cümhuriyyətimizdən qalan bizim üçün tarixi varis ənənələrdir. Daha sonra mən Cümhuriyyətimizin 35-ci il dönümü ilə bağlı Məhəmməd Əmin Rəsulzadənin, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə Amerikanın səsi vasitəsilə bütün dünyaya verdiyi mesajı da qeyd etmək istəyirəm. O öz çıxışında qeyd edirdi ki, 100 il sürən Çar əsarətindən sonra bundan 35 il əvvəl Azərbaycan Şurayı Millisi Azərbaycan Cümhuriyyətinin istiqlalını bütün dünyaya elan etdi. Bax, bu çox vacib bir məqam idi onun çıxışında. 100 il əsarət altında qalan bir xalq öz müstəqilliyini, öz suverenliyini elan etmişdi və bunu böyük qürur hissi ilə o zaman görkəmli dövlət xadimimiz Məhəmməd Əmin Rəsulzadə böyük fərəh hissi ilə qeyd etmişdi. Eyni zamanda Məhəmməd Əmin Rəsulzadə öz xatirələrində qeyd edirdi ki, Nikolay Rusiyası ilə Lenin Rusiyası arasında heç bir fərq yox idi. O zamanki zəncirlərin rəngi ağ, indiki zəncirlərin rəngi isə qırmızı. Yəni, burada söhbət yalnız işğal faktından gedirdi. O rəngləri də ona görə qeyd edirdi ki, Nikolayın dövründə onların bayrağı ağ rəngdə idi, bolşeviklərin rəngi isə, bayraqların rəngi qırmızı idi. Yəni, dəyişməyən bir həqiqət var idi. Sadəcə rənglər dəyişmişdi. Dəyişməyən həqiqət işğal faktı idi. Bu bir tarixi fakt idi, bir ədalətsizlik idi ki, Azərbaycan xalqına qarşı belə bir hadisə törədilmişdir. Daha sonra biz qeyd edə bilərik Cümhuriyyətimizin tədqiqatçıları ilə bağlı. Qeyd edə bilərik. Məsələn, Şirməmməd Hüseynovun əsərlərinin adlarını çəkə bilərik. Aydın Balayevin, Nəsiman Yaqublunun, Mehman Süleymanovun, Kəmran İsmayılovun və bunların arasında Mehman Süleymanovun Azərbaycanın hərb tarixinə həsr olunmuş əsərlərini xüsusilə qeyd edə bilərik ki, bu əsərlər bugünkü gündə də aktuallığını saxlayır və Azərbaycanın qədim dövrlərdən ordu quruculuğu siyasəti, hərb tarixi, bax, bu məsələlər həmin kitabda öz əksini tapır. Ümumilikdə Azərbaycan Cümhuriyyətinin qurulması Türk-İslam, Türk-Müsəlman şərqidə böyük bir hadisə idi. Siz bilirsiniz ki, qadınlara ilk dəfə seçmək hüququ verilmişdi, seçilmək hüququ verilmişdi. Bu da böyük bir hadisə idi. Heç Avropada belə bir
hüquqlar yox idi qadınlar üçün, amma Azərbaycan qadını artıq parlamentdə seçmə hüququ, parlamentdə təmsil olmaq hüququnu qazanmışdı. Yəni bax, bütün bu hadisələrin fonunda biz tarixə ekskurs etdikdə Cümhuriyyətimizin nə qədər ağrılı yol keçdiyini görürük. Yəni bu Cümhuriyyəti bizə asan bir şəkildə ötürməmişlər. Biz bunu şəhidlərimizin sayəsində almışıq. Biz bunun dövlət xadimlərimizin terror nəticəsində öldürülməsi hadisələrinin şahidi olaraq gördüyümüz halda kitablardan araşdırdığımız və arxiv sənədlərini oxuyaraq biz bunları əldə etmişik, bunları üzə çıxarmışıq. Yəni bu baxımdan Cümhuriyyətin 108-ci il dönümü bizim hər birimiz üçün böyük bir örnəkdir. Biz tarixçilər olaraq, tarixçilərimiz üçün örnəkdir. Siz bugün Elm TV olaraq Cümhuriyyətimizin şanlı tarixini işıqlandırırsınız və məndə olan məlumatlara görə sizin TV vasitəsilə bizim gənc alimlərimiz maariflənirlər. Bizim gənclərimiz sizin verilişlərinizi sevə-sevə baxırlar. Bax, bu maarifləndirmə işi əslində Cümhuriyyətimizi yaşadan məqamlardan mətbuat olaraq sizin gördüyünüz çox vacib məqamlardan biridir. Nə qədər ki, Azərbaycan dövləti var, onun ali baş komandanı var, Cümhuriyyətimiz yaşayacaq və gələcək nəsillər onun qədrini daha çox biləcək və biz bugünkü gündə Cənubi Qafqazda həm iqtisadi baxımdan, həm mədəni baxımdan, ordu quruculuğu baxımından bütün sahələrdə ilk yerlərdə dururuq, ilk sıralardayıq və mən arzu edirəm ki, bu heç bir zaman bitməsin, Azərbaycan hər zaman söz sahibi olsun. Bilirsiniz ki, Cənubi Qafqaz regionunda reallaşan mega layihələr var, infrastruktur layihələri var, sərmayələrin qoyuluşları var. Bütün bunlar Azərbaycanın izni olmadan reallaşa bilməz. Bax, bu ənənə əslində Cümhuriyyətin bizə ötürdüyü böyük bir ənənədir. Tarixçiliyimizin, bizim dövlətçiliyimizin əmin əllərdə olduğunu göstərən vacib bir məqamdır. Cümhuriyyətimizin qurucuları deməli, bilirsiniz ki, 5 kabinədən ibarət olmuşdur, təşkil olunmuşdur. Bu 5 kabinə Cümhuriyyətdə mövcud olan bu 5 kabinə vasitəsilə Azərbaycan regionda böyük bir söz sahibinə çevrildi və bütün bu proseslərin davamında bugünkü gündə biz tarixi və siyasi varis olaraq deməli, eyni zamanda biz deməli, Azərbaycan dövlətinin vətən tarixində qazandığı qələbəni də xüsusilə qeyd etməliyik ki, Azərbaycan dövləti illər keçdikcə güclənir. Azərbaycanın beynəlxalq əlaqələri əvvəlkindən olduğu qədər də indi hazırda kifayət qədər inkişaf edir, genişlənir və Azərbaycan bugün beynəlxalq aləmdə sözü eşidilən bir dövlət kimi bütün inkişaf etmiş dövlətlər tərəfindən qəbul olunur.